Oktyabrında Hopkins peşəkar ringdə debüt döyüşündə Pensilvaniya ştatının çempionu Clinton Mitchell-ə qarşılaşdı və məğlub olur. Bu döyüş üçün $350 aldı. Bernard səyyah boksu olmaq istəmirdi. O çıxışlarına fasilə verərək işə düzəldi və ringə qayıtmaq üçün ciddi hazırlıqlarla başladı. Həbsdən çıxdıqdan sonra Bernard məşqçiləri English, Bo Fischer və Nazim Richardson rəhbərliyi altında məşq etdi. Hopkins öz unikal döyüş tərzinə müdafiə hərəkətləri, hücumlarının inkişafı, klinç və qısa zərbələrlə əsaslanaraq formalaşdırırdı. Boyu 1.85, qol uzunluğu 1.91 cm idi. Bernard orta çəki divizionunda karyerasını başladı. O idman rejiminin fanatik idi. Döyüşlər arası belə ideal fiziki vəziyyətini qoruyur. Bernard kardio məşqlərə çox vaxt ayırır. O döyüş məsafəsi boyunca gücünü ustalıqla bölüşdürür və son raundlarda zərbə keyfiyyətini itirmir.